Deməli belə, birinci sual. Yoldaşlar, sual belədir. Sualda bizə deyir ki, bazar iqtisadiyyatı nədir? Yoldaşlar, bazar iqtisadiyyatı son mövzumuz hesab olunur. Tələb və təklif arasında yaranan iqtisadi münasibətlər. Doğru cavab B. Tələb təklifi eyni zamanda formalaşdırırdı. Qiymət və rəqabəti. Aydın oldu? Yaxşı. 2. Sual belədir. Deyir ki, doğru ifadələr müəyyən edən infrastruktur xidmətləri bizim iş prosesimizə təsir edən təmir və qaz təchizatı doğrudur. Fərdi xidmətlər isə birbaşa bizə xidmət edən fərdi kimyəvi və bərbərxanalardır. Bu da doğrudur. 1-2 cavab nədir? D. İşgüzar xidmətlərə mühafizə xidməti aid deyil. Mühafizə xidməti və dərzi xidməti fərdi xidmətlərdir. Yoldaşlar, sosial xidmətlərə bank marketinqi reklam aid deyil. Bunlar bizim işgüzar xidmətlərimizdir. Aydın oldu. Sosial xidmətlərə təhsildir, səhiyyədir, aydın oldu, mədəniyyətdir. Bunlar aiddir. Ona görə də düzgün cavabımız nə oldu? D bəndi. 2-yə baxırıq, 3-ə baxırıq. Xəritə sxemi əsasında əhalinin çox hissəsi kənd çalışan ölkələri müəyyən edir. Uşaqlar, kənd təsərrüfatı deyəndə aqrar ölkələr nəzərdə tutulur. Aqrar ölkələr dünyanın ən zəifləridir. Bura uyğun gələcək 2. Hara? Çad. Düzdürmü? 2 Çad. 1 yoldaşlar hara? Deməli, Botswana. Bir də 6. 6 aradır Cənubi Sudan. Cavab 1, 2, 6 variantımız B bəndi. Uşaqlar, 3. Səudi Ərəbistan sənaye ölkəsidir, neft hasilatı. Yenə Qazaxıstan aqrar sənaye ölkəsidir. Eyni zamanda Argentina aqrar sənaye ölkəsidir. Cavabımız oldu B. Yoldaşlar 4-də. 4-də deyir, iqtisadi inkişaf səviyyəsinin meyarlarına aiddir. İqtisadi inkişaf səviyyəsinin meyarlarına aiddir. Təbii ki, əmək məhsuldarlığı 1. Sənayedə elm tutumu sahələrin payı 2. İxracata xam malın çox olması səhvdir. Bu inkişafdan söhbət eləmir. Dünya bazar rəqabəti davamlı məhsul istehsalı düzdür. Cavab 1, 2, 4 variant nə? C. Əmək ehtiyatlarının sayının dəxli yoxdur. Sənayedə əmək tutumlu məhsullar yox. Əsasən elm tutumlu məhsulların istehsalı ön plandaydı. Növbəti suala baxırıq. Deməli, 4-cü, daha doğrusu 5-ci test tapşırığı gəlin bir yerdə diqqət eləyək. Bəli, bir dənə baxaq. 5-də bizə nə deyir yoldaşlar? Əlbəttə ki, ağır sənaye sahələrinə aid deyil. Kimya sənaye parkı əlbəttə ki, aiddir. Maşın qayırma aiddir. Fındıq təmizləmə yeyinti sənayesidir 3. İpək kombinatı yüngül sənayedir 4. Plastik kütlə kimya sənayesidir olmaz. Meyvə tərəvəz konservi yeyintidir 6. 3, 4, 6 variant nə variantı? D variantı. Yadda qaldı. Sonra 6-da uşaqlar, pambıq, qəhvə bir də nə deyir? Kartof. Sizlər bilirsiniz ki, pambıq üçün xüsusi fərqlənən ərazilər biz qeyd edəcəyik ki, olacaq. Pakistan və bir də hara? A və C niyə? A və D, yəni Türkiyə, Anadolu yayləsi. A və D, Pakistan və Türkiyə. Yoldaşlar, qəhvə konkret olaraq isti və rütubətli yerlərdə C və Y, Vietnam və bir də Kolumbiyada. Və son olaraq gözəl insanlar, kartof mülayim enliklərdə olacaq. B və bəli, B və F, Rusiya və hara? Polşa. Cavab A, D, C, Y, B, F variant nə variantı Şahin bəy? C variantı. Tamamilə doğrudur. Hara? C-də pambıq yox. Orada isti və rütubət var deyə bizə isti və quru iqlim lazımdır. Başa düşdü? Sonra aqrar iqtisadi rayonları müəyyən edin. Aqrar iqtisadi rayonlar biz deyirdik, polisentrik quruluşlu inkişaf etmiş ölkələrin əksəriyyətinin kənd təsərrüfatı sahələrinin olduğu yerləri idi. Yəni İspaniyanın arası, mərkəzi, Aferdə Sahara hövzəsi yoldaşır köhnə sənaye rayonudur. ABŞ-ın Kaliforniya ştatı yeni sənaye rayonlarıdır. İtaliyanın şimalı yeni sənaye rayonlarıdır. İtaliyanın arası olacaq Cənubu, Aferin, Almaniya deməli və bir də olacaq Aferin cənubu da bildiyiniz kimi bura yeni sənaye rayonudur Göybananın daxilində. Cavab 1 ilə 5 variant nə oldu? A variantı 7-ci sualda. 8-ə baxırıq. 8-də bizə nə deyir? Xəritə sxemdə ölkələrə müvafiq gələn ixtisaslaşma sahələri. Gözəl yoldaşlar. Birinci ölkə haradır? İspaniya. İspaniya nəyə görə fərqlənəcək? Turizmə görə. İkinci ölkə haradır yoldaşlar? İkinci ölkə hesab olunur Yaponiya. Yaponiya fərqlənəcək elektro nəyə? Texnikaya görə. Y. Sonra üçüncü ölkə haradır yoldaşlar? Bəli, Perudur. Peruda mis hasilatı olacaq B. 4-cü ölkəmiz bizim Kanadadır. Kanadada elektroenergetik olacaq. Elektrik enerjisi istehsalı A. Və 5-ci ölkə haradır? Liviya. Liviyada olacaq yoldaşlar neft və qaz. Deməli D, Y, B, A, C. Variantımız nə variantı? A variantı oldu 8-ci sualda. 9-a baxırıq. Gəncə Daşkəsən. Tərkibinə yoldaşlar biz dedik Samux, Goranboy, Göygöl və Daşkəsən inzibati rayonları, həmçinin Gəncə şəhəri və Goranboy rayonu daxilində Naftalan şəhəri və Goranboyun ikinci şəhəri, yəni Qəliməmmədli şəhəri aiddir. Mərkəzi aran biz bilirik ki, Yevlax, Göyçə, Uzar, Zərdab, Kürdəmir və Ağdaş rayonları, eyni zamanda Mingəçevir şəhəri bura aiddir. Deməli, əlvan metallurgiya inkişaf etmişdir. Əlbəttə ki, alüminium sənayesinə görə Gəncə Daşkəsən nə olacaq? 1. SES və İES-lər fəaliyyət göstərir, hər ikisində var.
2 ortaqdır. Beynəlxalq magistrallar üzərində yerləşir. Bu da ortaqdır. Çünki qərbdən şərqə, şərqdən qərbə gedən magistrallar ikisinin də ərazisindən keçir. Sonra əkinçilik yalnız suvarma şəraitində mərkəzi aran. Çünki bunun heç bir dağlıq, dağətəyi bölgəsi mövcud deyil. 4. Sonra ərazisində sənaye parkı fəaliyyət göstərir. Yoldaşlar, sənaye parkı biz qeyd eləyəcəyik ki, fəaliyyət göstərəcək. Əlbəttə ki, mərkəzi aranda, bəli. Söhbət Yevlax Mingəçevirdən gedəcək. Yəni oldu 5 və son olaraq müalicə sağlamlıq turizm inkişafı etmişdir. Bilirsiniz də naftalan müalicə neftinə görə fərqlənəcək. Cavabımız 1-6, 4-5, 2-3 variantımız nə variantı? 9-da Y variantı. 10-cu suala baxırıq. Əsas kimya məişət kimyası və polimerlər kimyası. 10-cu sualda yoldaşlar bizə uyğun gələcək. Deməli, əsas kimyaya kimyəvi turşu və əczaçılıq A. Əczaçılıq taşıblar B yazmaq istəyirlər. Bir dəqiqə, bəli, B. Deməli, A ilə bəli, A olacaq. Əczaçılıq ora aid deyil təbii ki. Sonra A, bir də Y olacaq. Bəli, mineral gübrələr istehsalı. Turşu, duz, mineral gübrə istehsalı. Bunlar aiddir nəyə? Əsas kimya. Əsas kimya. Məişət kimyası olacaq. Məişət kimyası. B əczaçılıq, bir də C ətriyyat. Tamamilə doğrudur. Polimerlər kimyası isə olacaq sintetik materiallar D. Variantımız A, Y, B, C, D. 10-cu sualın düzgün cavabı B bəndi hesab olundu. Aydındır. 11-ə nəzər yetiririk. 11-də görək bizdən nə istəyir? Yoldaşlar, sənaye qovşağı deyil deyir. Gəlin baxaq. Yevlax Goranboy təbii ki, sənaye qovşağı deyil. Yevlax nə olmalıydı? Mingəçevir. Ona görə də elə variantımız nədir? A-dır 11-də. Amma Şirvan Salyan doğrudur. Bakı Sumqayıt doğrudur. Mingəçevir Yevlax doğrudur. Gəncə Daşkəsən doğrudur. Aydındır. 12. Əlvan metallurgiya müəssisəsi olan iqtisadi rayonları müəyyən edin. Əlvan metallurgiya bilirsiniz ki, ərazisində metallurgiya müəssisəsi olan iqtisadi rayonlar. Bir metal tullantıları əsasında Bakıda var. Bir də yoldaşlar, mineral ehtiyat hesabına Gəncə harda var? Daşkəsəndə var. Doğru cavab verilənlərdən C olacaq. Gəncə, Daşkəsən və Qazax Tovuzda. Qazax Tovuzda da bilirsiniz, Gədəbəydə qızıl emalı nəyi var? Zavodu var. Ona görə də cavabımız nə oldu? C variantı. Keçdik növbəti suala. Sxemdə qeyd edilmiş ölkələr üçün səciyyəvi əlamət. Ölkələrdən biri haradır? Böyük Britaniya, o birisi haradır yoldaşlar? AFR, yəni Almaniya Federativ Respublikası. Ölkələr üçün səciyyəvi nələr deyir? Xüsusiyyətlər. Burada uyğun gələn variantlar var. Köçürmə kapitalizm yanlışdır. Bəli, əlverişli iqtisadi coğrafi mövqeləri var. Bəli, bilirsiniz də, okeanlara və dənizlərə çıxış. Sonra iqtisadi fəal əhalinin əsas hissəsi 2-ci yox, 3 və ya 4-dədirlər. Olmaz. Təsərrüfatlar polisentrik doğrudur. İnkişaf etmiş ölkələr polisentrikdir. Yüksək inkişaf etmiş iqtisadi zonalara maliklər doğrudur. Biri belə deyək də Böyük Britaniyanın müvafiq London şəhəri, birində də Almaniyanın harası? Cənubu. Emiqrasiya mərkəzləridir, yanlışdır. İmmiqrasiya mərkəzləridir. Cavab 2, 4, 5. Yoldaşlar variant Y variantı. 14-cü suala gəlin bir yerdə nəzər yetirək. Yoldaşlar birinci istiqamət görürsünüz. İran körfəzindən gedir hara? ABŞ-a. Bu nə olacaq? Neft. Bəli. İkincini görürsünüz. Appala sövzəsindən gəlir Braziliya. Bu nə olacaq? Daş, kömür. Üçüncü istiqamət yenə ABŞ-dan gedir hara? Nigeriya. Bu olacaq yoldaşlar nə? Buğda. Bəli, xəritədə şəkildə var idi. Dördüncü isə əlbəttə gedəcək nə? Dəmir, filizi. Düzgün cavablarımız oldu. Neft, daş, kömür, buğda, dəmir, filizi. Variantımız nə variantı? 14-də. A variantı, bəli. Növbəti suala baxırıq. Coğrafi əmək bölgüsünü yaradır. Coğrafi əmək bölgüsü yaradır. Yoldaşlar, coğrafi əmək bölgüsü yaradır ixtisaslaşmanı. Sizlər bilirsiniz ki, hər hansı bir ölkə daxilində məhsul və ya xidmət istehsalı, ölkənin daxili tələbatına artıq istehsal olunursa buna nə deyirdik? İxtisaslaşma. Bu da dünyada tanınırdı coğrafi əmək bölgüsü. Məsələn, Azərbaycanın əsasən tanıdığı nədir? Yanacaq energetika sənayesi. Daxili tələbatımız tam ödəyir, artıq məhsul istehsal olunur, məhsul maidəri ucuz başa gəlir qonşu ölkələrə görə və xaricdə ona böyük nə var? Tələbat var. Ona görə də cavabımız nə oldu? Y, ixtisaslaşma. 16. Sahil boyu ağır sənaye müəssisəsinin yerləşməsində deyir, sahil boyu ağır sənaye müəssisəsinin yerləşməsi hansı regionlar üçün xarakterikdir? Uşaqlar, sahil boyuna niyə gəlirdi müəssisələr? Mineral xam malların hamısı idxal olunduğu üçün. İdxal xam malı gəlir Qərbi deməli Avropaya 3, düzdür? ABŞ-a 4, bir də hara gəlir yoldaşlar? Yaponiya 6. 3, 4, 6 variantımıza uyğun gəlir. 16-da nə bəndi? Y variantı. Aydın oldu tapşırıq. Xam mal idxal edən ölkələr. Ərazisində su elektrik stansiyaları mövcud deyilir. Yoldaşlar, sizlər bilirsiniz ki, Ağdaş rayonunda mövcud deyil. Yevlaxda var. Amma Şəmkirdə bilirsiniz ki, var. Şəmkirdə, bəli. Qubada yoxdur. Yevlaxda var. Bəli, var. Mingəçevirdə də var. Bilirsiniz ki, yoldaşlar 2, 4, 5 cavabımız nə oldu 17-də? B bəndi. Aydındır mı? Tovuzda yoxdur. Sonra 18.
18-də sual belədir. Bizə deyir ki, ərazisində kimya sənayesi müəssisələrinin yerləşən iqtisadi rayonlar, uşaqlar kimya sənayesi müəssisələri var Bakıda, Abşeron, Xızıda, Şirvan, Salyanda, Mərkəzi, Aranda, belə deyək də, Gəncə, Daşkəsəndə. Bura uyğun gəlir. Bakı və Abşeron, Xızı. 18-də cavabımız nə oldu yoldaşlar? C variantı, bəli. Sonra 19-a baxırıq. Xəritə sıxında əmtəlik və istehlak tipli, əmtəlik sözünün mənasını biz demişdik ki, bunlar satış üçün məqsədi ilədir. İstehlak tipli daxili tələbatı ödəmək üçündür. İnkişaf etmiş ölkələrdə daha çox əmtəlik xarakterlidir. Ora olacaq 2, yəni Kanada, 4 Avstraliya, bir də 5 ABŞ. Bu əmtəlik. İstehlak tiplilər isə olacaq yoldaşlar 1 Somali, 3 yoldaşlar Peru və 6 yoldaşlar Sudan. Cavab 2, 4, 5, 1, 3, 6 variantımız nə variantı? D variantı. 19 aydındıram ya. 20. Yaşıl inqilaba aiddir, bilirsiniz. Elmi-texniki inqilab dövründən sonra yaşıl inqilabda bitkilərin təbii şəraitinin asılılığını azaltmaq bu biotexnologiyadır. Nədir? Biotexnologiya. Bu olmaz. Orqanik əkinçilik bu da biotexnologiyaya aiddir, olmaz. Agrotexniki vasitələrin kənd təsərrüfatına tətbiqi bu düzdür. 3. Yeni bitki sortlarını yetişdirmək bu da düzdür. Yoldaşlar, dəmiyə əkinçi inkişaf etdirmək səhvdir. Cavab 3 ilə 4 variantımız nə oldu 20-də? 2 düz deyil. Dedim axı, biotexnologiyanın 2 əsas hissəsi var idi. Yəni biotexnologiya təbiətdə asılılığın azaldılmasında 2 əsas hissə var idi. Bir orqanik, bir də GMO, genlərin modifikasiya olunmuş. Bunun şeyə dəxli yoxdur. Yaşıl inqilaba dəxli yoxdur. Yaşıl inqilab yeni bitki sortları, yəni taxıl sortları, eyni zamanda mövcud təsərrüfatda gübrələmə, şumlama, suvarmanın inkişaf elətdirilməsi ilə əmək məhsuldarlığının artırılması prosesidir. Fikrimi çatdıra bildim. Ona görə də nə oldu cavab? D variantı. 21. Təsərrüfatın ərazi quruluşuna monosentriklik, tək mərkəzlilik deməkdir. Bunlar əlbəttə ki, A-da Cənubi Koreyanı atırıq, B-də Belçika hissəsini atırıq. Yoldaşlar, cavab C-dir. D-də biz İtaliyanı atırıq, Y-də biz ABŞ, Yaponiya və Britaniyanı atırıq. Cavabımız nə oldu? 21-də C. Uşaqlar, 22 maraqlı sualdır. Siyəzəndə neft qaz hasilatı aparılır deyə bilərik də, düzdürmü yoldaşlar? Çünki orada bilirsiniz neft var. Olacaq nə? A. Sonra qızıl ehtiyatına malikdir. Zəngilan, Vejnəli, bəli. 3-ənə gedəcək. B. Elektroenergetika, yəni elektrik enerjisi istehsalı hara gedəcək? Mingəçevirə. C. Meyvə tərəvəz konservləri hara gedəcək? Xaçmaza. Deməli olacaq nə yoldaşlar? Deməli 2-yə D və son olaraq sitrus meyvəçiliyi Astaraya Y. A, D, B, Y, C. A, D, B, Y, C. Cavab? Bəli. Lənkəran Astarada da var, amma belə deyim də sitrus meyvəsini Xaçmaza yaza bilməyəcəm deyə. Ona görə avtomatik olaraq Xaçmaza getdi nə? Əlbəttə ki D. Ona görə də düzgün cavabımız nə oldu uşaqlar? 22-də B variantı, bəli. 23. 23-də bizə nə deyir? 23-də bizə deyir ki, yoldaşlar, deməli, ölkədə ümumi daxili məhsulun həcmi 80,5 ABŞ dollarıdır. Ölkəyə məxsus şirkətlərin xaricdə yaratdığı dəyəri isə məhsul və xidmətə 30,5 milyarddır. Xarici şirkətlərin ÜDM-də payı isə 20%-dir. Yoldaşlar, mən xarici şirkətlərin payını əvvəlcə tapa bilərəm. Yəni 80,5-in neçə faizini tapacam? 20%-ni. 80,5 vur 20 bölü 100 neçə elədir? 16,1 milyar. İndi mən 16,1-i ümumi 80,5-dən çıxsam, yerli şirkətin daxildəki payını tapıram. Yazıram 80 çıx 16,1. 80,5 çıx 16,1 nə qədər elədir? 64,4. Deməli baxın, yerli şirkətin ümumi milli məhsulun, yəni yerli şirkətin daxildəki payı 64,4, xaricdəki də nə qədər idi? 30,5. O zaman mən ümumi milli məhsulun dəyərini hesablaya bilərəm də tam olaraq. Yəni bəli 64,4 plus neçə yoldaşlar? 30,5. Cavabımız neçə elədi? 94,9. Bəli 94,9 tamamilə doğrudur. 24-cü test tapşırığına baxırıq. Bizə nə deyir? Ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı zamanı nəzərə alınan amil təbii ehtiyatların təminat səviyyəsi olmaz. Əhali təbii artımı olmaz. ÜDM-nin həcmi bilirsiniz 3. Sonra təsərrüfatın sahə quruluşu 5 və bir iqtisadi coğrafi mövqe olmaz. İqtisadi səmərəliliyi göstəriciləri bəli 3, 5, 6. Sırf sənaye ilə bağlı. Aydın olduğu inkişaf səviyyəsi budur. Yoldaşlar, gəldik nəyə? 24-ə. Deməli belə 25-ci sual. 25-də bizə nə deyir? Gəlin baxaq. Sualda deyir ki, Azərbaycanın dənizdə yerləşən əsas neft yataqlarını müəyyən edin. Uşaqlar, Qarabağ bilirsiniz ki, qurudadır. Daha doğrusu dənizdədir. 1. Ümid nə yatağıdır? Təbii qaz yatağıdır. Olmaz. Dan ulduzu 3. Alov 4. Qaraçala isə hardadır? Neftçala qarşı quruçada bu qurudadır. Ona görə də cavabımız nə oldu yoldaşlar? 1, 3, 4. 26-ya baxırıq. Beynəlxalq iqtisadi əlaqələrin əsas formalarını müəyyən edin. Yoldaşlar, beynəlxalq iqtisadi əlaqələrin əsas formalarından biri işçi qüvvəsinin miqrasiyasıdır. 1.
Sonra beynəlxalq turizmdir 3, bir də beynəlxalq ticarətdir 4. Yoldaşlar, korporativləşmə və təmərküzləşmə təsərrüfatın yerləşmə prinsiplərinə aiddir. Aydın oldu? Ona görə də cavabımız nə oldu? 1, 3, 4. Yadınızda yer var idi. Elmi texniki əməkdaşlıq, beynəlxalq turizm, eyni zamanda biz deyə bilərik, məsələn, kompensasiya sazişi, aydın oldu və s. 27. 27-də vəziyyət budur ki, biz aqrar ölkələr, sənaye ölkələr, bir də postsənaye ölkələr kimi qiymətləndirməliyik. Birincidə siz görürsünüz ki, kənd təsərrüfatı çoxsa bu necə ölkələrdir? Aqrar ölkələrin nümunə kimi biz götürə bilərik 27-də B-ni, yəni nə? Kamerunu, bir də D-ni, yəni haranı? Sudanı. 2-yə biz fikir veririk. 2-də sənaye və aqrar ölkədir. Sənaye və aqrar ölkə kimi biz götürə bilərik verilənlərdən haranı? İndoneziyanı C. 3-ə isə biz postsənaye ölkəsi kimi baxırıq, çünki xidmət sferası daha çoxdur. Baxın, burada oldu, birincidə oldu kənd təsərrüfatı, ikincidə kənd təsərrüfatı və müvafiq olaraq sənaye sahəsi, üçü də oldu aqrar sənaye, burada isə xidmət sferası çox oldu. Burada uyğun gəlici inkişaf etmiş ölkələr A və bir də Y. Deməli, doğru cavab belə oldu. 1 BD, 2 C, 3 AY. Uşaqlar, filizin saflaşdırılması zamanı xeyli miqdarda tullantı yaranır. Belə filizi kənara daşımaq üçün çoxlu nəqliyyat xərcləri tələb olunur. Ona görə də filiz saflaşdırılma müəssisələri birinci mineral ehtiyat mənbələrini olan ərazilərdə yerləşdirilir. Ərvan metalların əridilməsi prosesi çoxlu elektrik enerjisi tələb edir. Ona görə də belə müəssisələr ucuz elektrik enerjisi mənbələrine yaxın yerləşdirilir. 28-də bizə deyir ki, mətndə verilmiş müəssisənin yerləşdirilməsində nəzərə alınan prinsiplər birinci nəyə yaxınlıqdır? Xam mala yaxınlıq, xam mala. İkinci isə nəyə yaxınlıqdır yoldaşlar? Enerji amilinə yaxınlıq. Xammal və enerji amili. 29-da mətndə verilmiş müəssisənin yerləşmə prinsipinin əhəmiyyətini müəyyən edib yazın. Yoldaşlar, birinci ilə bağlı biz deyə bilərik ki, müəssisələrin xammala yaxın yerləşdirilməsi neyinir? Nəqliyyat xərcini azaldır. Nəqliyyat xərci azalır. Enerji mənbələrine yaxın yerləşdirilməsi isə enerji təminatındakı xərcləri və enerji itkilərini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə ən əsas məsələ, burada da enerji xərci azalır. Birində nəqliyyat xərci azalır, birində enerji xərci azalır. Bu da ümumi nəyə səbəb olur? Maya dəyəri neyinir? Azalır. Bəli, tamamilə doğrudur. 30-da olacaq yoldaşlar. Deməli, mətndə verilmiş təsərrüfat sahələrinə əsasən cədvəli tamamla aid olduğu təsərrüfatın sektoru emal prosesi neçənci sektordur? İkinci sektor, aid olduğu sənaye sahəsi ağır nə? Sənaye. Ağır sənayenin hansı hissəsidir? Metallurgiya. Yoldaşlar, biz demişdik ki, yanacaq energetika, maşın qayırma, metallurgiya, kimya və meşə sənayesi ağır sənaye sahələridir. Yüngül və yenti sahəsi isə, yəni belə deyək də, toxuculuq və tikiş, bir də göndəri və son olaraq qida sektoru. Bunlar isə yüngül sənaye sahələridir. A qrupu, B qrupu. Bu ağır sənayedir, A qrupudur. Aydın oldu? Vəssalam.